Salam əziz tələbələr, bugün məntiqdən ardıcıllıqlar mövzusunun ikinci hissəsinə baxacağıq. Gəlin başlayalım 91-ci sualdan. 91-ci sualda ədədlərə fikir versəniz, ədədlər arasında vur 2 də var, yəni ədədlər 2 dəfə də artır, bir də 2 vahiddə artır. İndi gəlin dediyimiz qanun uyğunluğu ədədlər üzərində tətbiq eləyək. 5-dən sonra 10 gəlib. 5-dən 10-u necə ala bilərik? 2-yə vurmaqla. Ondan sonra 12 gəlib. Ondan 12-ni necə ala bilərik? Üzərinə 2-ni gəlməklə. Ədədlərə fikir versəniz, ədədlər arasındakı qanun uyğunluğu vur 2 üstəgəl 2, vur 2 üstəgəl 2-dir. Yəni 12-ni vururuq 2-yə, eləyir 24. 24-ün üzərinə 2-ni gəlirik, eləyəcək 26. Daha sonra 26-nı vururuq 2-yə, eləyir 52. 52-nin üzərinə 2-ni gəlirik, eləyir 54. Ən sonda isə 54-ü 2-yə vururuq, eləyəcək 108. Yəni sualımızın cavabı eləyəcək B variantı. Keçək 92-ci sualımıza. 92-ci sualda fikir versəniz, bir rəqəmləri daha çox təkrar olunub. Adətən bu tip suallarda, yəni verilən ardıcıllığın əvvəli 10-dan, 11-dən və yaxud 12 ilə başlasa və yaxud bir rəqəmləri təkrar olunsa, bu tip suallarda verilən ədədlərin rəqəmlərinin cəminə də baxa bilərsiniz, hasilinə də baxa bilərsiniz və yaxud fərqinə də baxa bilərsiniz. Gəlin əvvəlcə rəqəmlərin cəminə baxaq. Məsələn, onun rəqəmlərinin cəmi nə eləyir? 1. Yəni 1 ilə 0-ı cəmlədim, elədi 1. 11-in rəqəmlərinin cəmi nə eləyir? 2. 21-in rəqəmlərinin cəmi 3. 13-ün rəqəmlərinin cəmi 4. Fikir versəniz, rəqəmləri cəmləyəndən sonra ardıcıl formada artır. Yəni 1, 2, 3, 4. Daha sonra 2 ilə 2-ni, yəni 22-nin rəqəmlərini cəmləyəndə 4 eləyir. Amma biz 5 almalıyıq. Deməli, bu 22 ədədi verilən ədədlərin ardıcıllığını pozdu. Ona görə başqa bir formada baxırıq. İndi keçək verilən ədədlərin rəqəmlərin hasili formasında baxmağa. Yəni, onun rəqəmlərinin hasili eləyəcək 0. 1-i vurdum 0-a, elədi 0. 11-in rəqəmlərinin hasili, yəni 1-i vurdum 1-ə, elədi 1. 21-in rəqəmlərinin hasili eləyir 2. 13-ün rəqəmlərinin hasili eləyir 3. 22-nin rəqəmlərinin hasili 4. 15-in rəqəmlərinin hasili 5. 32-nin rəqəmlərinin hasili 6. 17-nin rəqəmlərinin hasili 7. 24-ün rəqəmlərinin hasili 8. 33-ün rəqəmlərinin hasili isə 9 eləyir. Deməli, ədədlərin rəqəmlərinin hasilinə baxdıq və həmin bu hasil ardıcıl formada bir-bir artdı. İndi sual işarəsinin yerinə elə bir ədəd tapmalıyıq ki, həmin ədədin rəqəmlərini bir-birinə vuranda 10 eləsin. Sual işarəsinin yerinə ya 25 yaza bilərik, çünki 2-ni 5-ə vuranda 10 eləyir. Baxıram ki, variantlarda 25 yoxdur. Onda 25-in rəqəmlərinin yerini dəyişərəm, eləyər 52. Doğrudan da 5-i 2-yə vuranda 10 eləyəcək. Yəni, cavabımız eləyir B variantı. Keçək 93-cü sualımıza. 93-cü sualda ədədlər arasındakı fərq böyükdür. Deməli, bunlar dəfə-dəfə azalır. 720-dən sonra 120 gəlir. Biz 720-dən 120-ni necə ala bilərik? Təbii ki, 6-ya bölməklə. 120-dən sonra 24 gəlib. 24-ü necə ala bilərik? 5-ə bölməklə. İndi fikir versəniz, böl 6, böl 5. Ardıcıl formada azalır. Dəfə-dəfə azalır. İndi 24-ü bölərəm 4-ə. Yəni, sual işarəsinin qiyməti eləyəcək 6. Doğrudan da 6-nı 3-ə böləndə 2 eləyir, 2-ni 2-yə böləndə 1 eləyir, 1-i də 1-ə böləndə eləyəcək 1. Yəni, sualımızın cavabı eləyir 6. 94-cü sualda fikir versəniz bizə 2 dənə ardıcıllıq verilir. Yəni, 2 sətirdən ibarətdir. Bu tip suallarda müxtəlif qanun uyğunluqla baxa bilərsiniz. Sətr üzrə baxa bilərsiniz. Məsələn, bunun özü bir ardıcıllıq olar. Aşağıdakı verilən ədədlərdə başqa bir ardıcıllıq olar. Və yaxud sütun üzrə baxa bilərsiniz. Yəni, yuxarıdan aşağıya. Məsələn, 156 ilə 2-yə başqa bir ardıcıllıq tətbiq eləyərsiniz. 52 ilə B-yə başqa bir ardıcıllıq tətbiq eləyərsiniz. Və yaxud tutaq ki, 16-dan 48-i necə ala bilərik? 3-ə vurmaqla. Və yaxud da 12-dən 220-ni necə ala bilərik? Hər hansısa bir ədədə vurmaqla. Məsələn, 20-yə vurmaqla. Və yaxud ziqzaq formada baxa bilərsiniz. Məsələn, bir ədədi yuxarıdan, digər ədədə aşağıdan götürərsiniz. Bir ədədi yuxarıdan, digər ədədə aşağıdan baxa bilərsiniz, götürə bilərsiniz. Amma bu sualda biz
Sətr üzrə baxsaq, sualımızın cavabını tapa bilərik. 156-dan sonra 52 gəlib. 156-dan 52-ni necə ala bilərik? 3-ə bölməklə. 52-dən sonra 48 gəlib. 52-dən 4-ü çıxarıq. Fikir verin. Böl 3 çıx 4. Böl 3 çıx 4. Yəni birinci sətrimizin qanuna uyğunluğu belə oldu. Böl 3 çıx 4. İndi 12-ni bölərik 3-ə. B dəyişənin qiyməti eləyər 4. Tapdığımız 4-ü ikinci sətirdə gətirib yerinə yazırıq. Yəni B dəyişənin qiyməti elədi 4. İndi ikinci sətirdə isə ədədlərə fikir versəniz, dəfə-dəfə artacaq. Yəni 2-ni vurur 2-yə, yazıb 4. 4-ü vurub 3-ə, yazıb 12. 12-ni vurub 4-ə, yazıb 48. 48-i vurub 5-ə, yazıb 240. Ədədlərə fikir versəniz, ardıcıl ədədlərdir. İndi 240-ı da vuracam 6-ya, eləyəcəm 1440. Yəni sualımızın cavabı eləyir A variantı. 95-ci sualda da bizə 2 sətirdən ibarət ardıcıllıq verib. Bu sualın qanuna uyğunluğu isə tamamilə fərqlidir. Yəni necə? Baxın, birinci sütunda bizə 1 və 2 ədədləri verib. Əvvəlcə bu 1 ilə 2-ni cəmləyir. Yuxarıda yazır 3. Daha sonra isə 1 ilə 2-ni bir-birinə vurur. Aşağıda yazıb 2. İndi ikinci sütuna baxın. İkinci sütunda da dediyim qanuna uyğunluğu tətbiq eləsək, üçüncü sütunda gördüyünüz ədədləri alarsınız. 3 ilə 2-ni toplayar, yuxarı yazar 5. Daha sonra 3-ü 2-yə vurar, aşağıda yazar 6. Deməli, sütun üzrə baxır, yəni yuxarıdan aşağıya baxır. Birinci ədədləri toplayır. Yazır harda? Yuxarıda. Daha sonra isə sütun üzrə yenə baxır, ədədləri vurur, aşağıda yazır. İndi dediyim qanuna uyğunluğu 11 və 30-a tətbiq eləyək. Yəni əvvəlcə 11 ilə 30-u toplayacaq, eləyəcək 41, yazacaq yuxarıda. Yuxarıda 41 yazsaq, doğru cavabımız çıxır. Cavabımız eləyir B variantı. Amma gəlin ikinci ədədimizi də tapaq. Daha sonra isə 11-i vuracaq 30-a və aşağıda yazacaq. Eləyəcək 330. Cavabımız da eləyir B variantı. Yəni 11-in üstünə 30-u gəldi, elədi 41. Birinci sual işarəmizin cavabı elədi 41. 11-i vurdu 30-a, ikinci sual işarəmizin cavabı da elədi 330. Daha sonra keçək 96-cı sualımıza. 96-cı sualda fikir versəniz, ədədlər bir-birinə yaxındır. Gəlin əvvəlcə artımları qeyd edək. 23-ün üzərinə 3-ü gəlsək, eləyəcək 26. 26-ın üzərinə 4-ü gəlsək, eləyəcək 30. 30-un üzərinə 5-i gəlsək, eləyəcək 35. Əla. Baxan kimi görünür ki, ardıcıl ədədlərdir. İndi baxaq görək. 3, 4, 5, 6, 7, 8 formasında artacaq, yoxsa başqa bir qanuna uyğunluqdur. Daha sonra 35-dən sonra 39 gəlir. Yəni 4 vahid artıb. Daha sonra 39-dan sonra 44 gəlib. Yəni 5 vahid artıb. 44-dən sonra 50 gəlib. Yəni 6 vahid artıb. Daha sonra 50-dən sonra 55 gəlib. Fikir versəniz 5 vahid artır. 55-dən sonra 61 gəlib. 6 vahid artıb. 61-dən sonra isə 68 gəlib. 7 vahid artıb. İndi baxaq. Sualın qanuna uyğunluğu nədən ibarətdir? Fikir versəniz, mən artımları 3 hissəyə böldüm. Bəzilərini qırmızı rənglə yazdım, bəzilərini də göy rənglə. Niyə belə yazdım? Çünki qanuna uyğunluğu daha asan tapasınız deyə. Fikir versəniz, ilk 3 dənə, yəni 23, 26, 30 və 35 ədədləri arasında qanuna uyğunluq belə oldu. 3 vahid artdı, 4 vahid artdı, 5 vahid artdı. Daha sonra bu 3-ü sildi. Növbətidəki ədədlər arasında qanuna uyğunluğum belə oldu. 4 vahid artdı, 5 vahid artdı, 6 vahid artdı. Daha sonra isə bu 4-ü sildi və ədədlər 5 vahid, 6 vahid, 7 vahid artdı. İndi 3-ü sildi, 4-ü sildi. Deməli, növbəti ədədləri tapmaq istəyiriksə, indi bu 5-i siləcək. Ədədlərimiz necə artacaq? 5-i silmişik axı. 6 vahid artacaq.
7 vahid artacaq və 8 vahid artacaq. Yəni 68-in üstünə 6-nı gəldik, elədi 74. 74-ün üstünə 7-ni gəldik, elədi 81. 81-in üstünə 8-i gəldik, elədi 90. Yəni sualımızın cavabı eləyəcək 74, 81. Üstünə də 8-i gəlsək nə eləyəcək? 81-in üstünə də 8-i gəlsək, 89 eləyir. 89. 81-in üstünə 8-i gələndə eləyəcək 89. Yəni sualımızın cavabı eləyəcək C variantı. Daha sonra keçək indi 97-ci sualımıza. 97-ci sualımızda ədədlər çoxdur. Ədədlər çox olanda biz burada yəni ədədləri ötürməklə baxa bilərik. Elə olur ki, bu ardıcıllığın içərisində, ədədlərin içərisində 2 dənə də ardıcıllıq ola bilər, 3 dənə də ardıcıllıq ola bilər. Gəlin baxaq. Məsələn, baxın, birinci ədədi götürürəm, daha sonra ikinci ədədi ötürürəm, üçüncü ədədi götürürəm, daha sonra dördüncü ədədi ötürüb, beşinci ədədi götürürəm. Yəni, ədədlərə necə baxıram? Bir-bir ədədləri ötürməklə. Fikir verin, 1, 2, 4, daha sonra gəlir nə? 7, daha sonra gəlir 11, daha sonra gəlir 16. İndi gəlin baxaq görək və ədədlər arasında necə qanuna uyğunluğumuz var. Baxın, 1-dən sonra 2 gəldi. Neçə vahid artdı? 1 vahid. 2-dən sonra 4 gəldi. Neçə vahid artdı? 2 vahid. 4-dən sonra 7 gəldi. 3 vahid artdı. Sonra 7-dən sonra 11 gəldi. Neçə vahid artdı? 4 vahid. Daha sonra 11-dən sonra 16 gəldi. Neçə vahid artdı? 5 vahid. Baxın, ardıcıl ədədlərdir. İndi 16-nın üstünə 6-nı gələcəm. İkinci sual işarəsinin yerinə yazacağıq 22. Deməli, ikinci sual işarəsinin yerində olmalıdır 22. Gəlin yazaq. Bura yazıram 22. Variantlarda da A variantını, C variantını və E variantını silirəm. İndi digər ədədlərə də başqa bir formada baxmalıyıq. Yerdə qalan ədədlərdə qruplaşdıraq. 22, 21, 19, 16, 12. Ədədlərə fikir versəniz, azalır. Əvvəlki ardıcıllıqda ədədlər artırdı, indi isə azalır. 22-dən sonra 21 gəlib. Necə azalıb? 1 vahid azalıb. Sonra 21-dən sonra 19 gəlib. 2 vahid azalıb. 19-dan sonra 16 gəlib, 3 vahid azalıb, 16-dan sonra 12 gəlib, 4 vahid azalıb. Fikir verin, ardıcıl ədədlərdir. 4-dən sonra 5 gəlir, yəni 12, 5 vahid azalacaq. Birinci sual işarəmizin yerinə yazmalıyıq. 12 çıx 5, yəni 7. Cavabımız eləyir 7 və 22, yəni D variantı. Keçək 98-ci sualımıza. 98-ci sualımızda artımları gəlin əvvəlcə qeyd eləyək. Baxaq görək ədədlər neçə vahid artır. 4-dən sonra 6 gəlib, 2 vahid artıb, sonra 4 vahid artıb, sonra 6 vahid artıb, sonra 10 vahid artıb, daha sonra isə 16 vahid artıb. Burada əslində artımlara fikir versəniz, qanuna uyğunluq təşkil eləmir. Bir də bu ardıcıllıqda belə bir ardıcıllığımız var, Fibonacci ardıcıllığı. Yəni necə baxa bilərsiniz? Növbəti ədədi tapmaq üçün özündən əvvəl gələn 2 dənə ədədi cəmləyərik. Məsələn, baxın, bu 2 ilə 4-ü cəmləyib, bura yazıb 6. 4 ilə 6-nı cəmləyib, bura yazıb 10. İndi növbəti artımı tapmaq istəyirəmsə, 10 ilə 16-nı cəmləyərəm, eləyər 26. Deməli, ədədi tapmaq istəyiriksə, 42-nin üzərinə 26-nı gələrəm, eləyər 68. Amma bu bizim işimizi çətinləşdirir. Gəlin heç artımları yazmayaq, elə ədədlərin özünə baxaq. Baxın necə. Məsələn, bu 10-u almaq üçün özündən əvvəl gəlin 2 dənə ədədi cəmləyəcək. 4 ilə 6-nı cəmləyir, eləyir 10. Daha sonra 6 ilə 10-u cəmləyəcək, eləyəcək 16. 10 ilə 16-nı cəmləyəcək, eləyəcək 26. İndi biz növbəti ədədi tapmaq istəyiriksə, 26 ilə 42-ni cəmləyirik, yəni özündən əvvəl gələn 2 dənə ədədi cəmləyirik, eləyəcək 68. Yəni sual işarəmizin yerində duran ədədimiz eləyəcək 68. D variantı.
Keçək 99-cu sualımıza. 99-cu sualımızda da gəlin əvvəlcə artımları qeyd eləyək. Amma artımlara fikir versəniz, məsələn 11-dən sonra 12 gəlib 1 vahid artır. Daha sonra isə 12-dən sonra 22 gəlib 10 vahid artır. Burada heç bir qanunauyğunluq olmayacaq. Onda gəlin ədədin rəqəmlərinə baxaq. Burada da əvvəlcə rəqəmlərin cəminə baxsaz, görərsiniz ki, heç bir qanunauyğunluq olmayacaq. Məsələn, 1 ilə 1-i cəmləyəcək, eləyəcək 2. 1 ilə 2-ni cəmləyəcək, eləyəcək 3. 2 ilə 2-ni cəmləyəcək, eləyəcək 4. 8 ilə 1-i cəmləyəcək, eləyəcək 9. Axı, ardıcıl ədədlər olmalı idi. 2, 3, 4, sonra olmalıdır 5. Amma 9 elədi. Deməli, rəqəmlərinin cəmi bu sualı ödəmədi. Gəlin rəqəmlərinin hasilinə baxaq. 1-i vuraram 1-ə, eləyər 1. 1-i vuraram 2-yə, eləyər 2. 2-ni vuraram 2-yə, eləyər 4. 8-i vuraram 1-ə, eləyər 8. Sonra 144-ün rəqəmlərini bir-birinə vuraram. 1 vur, 4 vur, 4, eləyər 16. Ədədlərə fikir verin, 2 dəfə artır. İndi 16-nı vuraram 2-yə, eləyər 32. Doğrudan da baxın, 2 vur, 2 vur, 8. Eləyəcək nə? 32. Yuxarıdakı ədədlər 2 dəfə artır. İndi 32-ni vuraram 2-yə, eləyəcək 64. Yəni biz həmin bu sualın yerinə elə bir ədəd yazmalıyıq ki, həmin ədədin rəqəmlərini bir-birinə vuranda 64 eləsin. A variantında 6 vur 4 vur 0, 0 eləyəcək. B variantında 64 eləmir, 3 vur 6 eləyir 18, 18-i 2-yə vuranda 36 eləyir. C variantında 16 eləyəcək, D variantında 72 eləyəcək, amma bizə 64 lazımdır. E variantına baxın, 8 vur 1 vur 8, 64 eləyəcək. Keçək 100-cü sualımıza. 100-cü sualımızda gəlin əvvəlcə artımları qeyd eləyək. 5-dən sonra 6 gəlib, 1 vahid artır. 6-dan sonra 10 gəlib, 4 vahid artır. Sonra 10-dan sonra 15 gəlir, 5 vahid artır. 15-dən sonra 24 gəlir, 9 vahid artır. 24-dən sonra 38 gəlir, 14 vahid artır. Fikir verin, Fibonacci ardıcıllığıdır. 1 ilə 4-ü cəmləyib, yazıb 5. 4 ilə 5-i cəmləyib, yazıb 9. İndi biz də 9 ilə 14-ü cəmləyərik, eləyər 23. Deməli, 38 ədədi 23 vahidini eləməlidir, artmalıdır. 38-in üstünə də 23 gələndə eləyəcək 61. Yəni, sualımızın cavabı eləyəcək E variantı. Amma ədədlərin özünə də biz baxa bilərdik. Bu səfər isə ilk 2 dənə ədədi cəmləyəcək və 1-i çıxacaq. Məsələn, necə? Baxın, 5 ilə 6-nı cəmləyərəm, eləyər 11. 11-dən 1-i çıxaram, bura yazaram 10. Məsələn, 15-i necə alıb? Özündən əvvəl gələn 2 dənə ədədi cəmləyir, 6 ilə 10-u cəmləyir, eləyir 16. 16-dan 1-i çıxaram, eləyər 15. Deməli, özündən əvvəl gələn ilk 2 dənə ədədi cəmləyir, 24-ün üstünə 38-i gəlir, eləyir 62. 62-dən də 1-i çıxanda nə eləyəcək? 61. Sualımızın cavabı elədi E variantı. Keçən 101-ci sualımıza. 101-ci sualda əvvəlki suallara oxşuyur. Sizə demişdim ki, əgər daha çox birlər təkrar olunursa və yaxud verilən ardıcıllıq 10, 11 ilə başlayarsa, ədədin rəqəmlərinin cəminə və yaxud da hasilinə, fərqinə baxa bilərsiniz. Gəlin rəqəmlərini cəmləyək. Onun rəqəmlərinin cəmi eləyəcək 1. 11-in rəqəmlərinin cəmi eləyəcək 2. 21-in rəqəmlərinin cəmi eləyir 3. 40-ın rəqəmlərinin cəmi eləyir 4. 32-nin rəqəmlərinin cəmi eləyir 5. Yəni 3 üstə gəl 2. 33-ün rəqəmlərinin cəmi eləyir 6. İndi elə bir ədəd yazmalıyıq ki, rəqəmlərini toplayanda 7 eləsin. A variantında 60-ın rəqəmlərinin cəmi 6 eləyir. Yəni 6-nın üstünə 0 gələndə elədi 6. Sonra B variantına baxın. 61. Rəqəmlərini toplayanda doğrudan da 7 eləyəcək. 6 üstə gəl 1 eləyir 7. Keçək 102-ci sualımıza. 102-ci sualımızda Fibonacci ardıcıllığıdır. Amma burada 4-cü həddən başlayır. Məsələn, bu 6-nı necə alır? Özündən əvvəl gələn 3 dənə ədədi cəmləyir. 1, üstə gəl 2, üstə gəl 3. Bura yazıb 6. Məsələn, fikir verin, 11-i necə ala bilərəm?
özündən əvvəl gələn 3 dənə ədədi cəmləməklə 2 üstəgəl 3 üstəgəl 6. İndi sualımızın cavabını tapmaq istəyiriksə, özündən əvvəl gələn 3 dənə ədədi cəmləməliyik. 11 üstəgəl 20 eləyəcək 31. 31-in üstünə də 37-ni gələndə eləyəcək 68. Yəni cavabımız eləyir D variantı. Keçək 103-cü sualımıza. 103-cü sualımızda ədədlərə fikir versəniz, ədədlər bir-birinə yaxındır. Gəlin əvvəlcə artımlarını qeyd edək. Ardıcıl formada artımlarını üzərində yazaq. 1-dən sonra 2 gəlib. Neçə vahid artıb? 1 vahid. 2-dən sonra 4 gəlib. Neçə vahid artıb? 2 vahid. 4-dən sonra 6 gəlib. Neçə vahid artıb? 2 vahid. 6-dan sonra 9 gəlib. Neçə vahid artıb? 3 vahid. Aha. Mən artıq qalın uyğunluğu tapdım. Sizin üçün asan da olsun deyə karandaşın rəngini dəyişəcəm. 1 vahid artdı, 2 vahid artdı. Daha sonra fikir versəniz, 4-dən sonra 6 gəlib. Yeni 2 vahid artıb. 6-dan sonra 9 gəlib, 3 vahid artıb. Daha sonra 9-dan sonra 12 gəlib. Neçə vahid artıb? 3 vahid artıb. 12-dən sonra 15 gəlib, yenə neçə vahid artıb? 3 vahid artıb. Daha sonra 15-dən sonra 19 gəlib. Neçə vahid artıb? 4 vahid artıb. 19-dan sonra 23 gəlib, yenə 4 vahid artıb. Yenə 4 vahid artıb, yenə 4 vahid artıb. Əslində karandaşı dəyişməsək də olardı. Burada qalına uyğunluğumuz nədən ibarətdir? Baxın, əvvəlcə 1 vahid artdı, sadəcə yazdı 1. Sonra 2 vahid artdı, sonra bura yazdı 2 dənə 2. Sonra 3 vahid artdı, 3 dənə 3 yazdı. Yəni ardıcıl formada artır və həmin ədədin sayını yazır. Məsələn, 1 vahid artdı, 1-dən 1 dənə yazdı. 2 vahid artdı, 2-dən 2 dənə yazdı. 3 vahid artdı, 3-dən 3 dənə yazdı. 4 vahid artdı, 4-dən 4 dənə yazdı. İndi 4-dən sonra nə gələcək? 5. İndi 31-in üstünə 5-i gələcək, eləyəcək nə? 36. Yəni sualımızın cavabı eləyir D variantı. Növbəti ədədləri tapmaq istəyiriksə, 5 vahid artdı mı? 31-in üstünə 5 gəldi, elədi 36. Sonra 36-nın üstünə yenə 5 gələcək. Təzədən yəni bu 5-i 5 dəfə təkrar yazacaq. Neçə vahid artırsa, həmin bu artımları həmin o ədədə uyğun yazacaq. Məsələn, 5 vahid artdısa, 5 vahidi, yəni 5 artımı 5 dəfə təkrar yazacaq. Sonra keçən 104-cü sualımıza. 104-cü sualımız da asandır. Gəlin ardıcıl formada baxaq. 9-dan sonra 18 gəlib. Neçə dəfə artıb? 2 dəfə. 18-dən sonra 15 gəlib. 3 vahid azalıb. 15-dən sonra 19 gəlib. 4 vahid artıb. Daha sonra fikir verin, tapdığımız qalın uyğunluq təkrarlanır. 19-u vurur 2-yə, 38. Daha sonra 38-dən 3-ü çıxır, 35. Daha sonra 35-in üstünə 4-ü gəlir, 39. İndi 39-u vuracaq 2-yə. Axı bu qalın uyğunluq təkrar olunmalıdır. Vur 2, çıx 3, üstə gəl 4. İndi vurdu 2-yə. 78-dən indi 3-ü çıxacaq. Yazacaq 75. Daha sonra 75-in üstünə 4-ü gələcək. Eləyəcək 79. Yəni sualımızın cavabı eləyir A variantı. Sonra keçən 105-ci sualımıza. 105-ci sualımızda. Burada sırayla baxsaq. Baxaq görək qalın uyğunluq tapa bilərikmi? 14-dən sonra 42 gəlib. 14-dən 42-ni almaq üçün, məsələn, vurarıq 3-ə. 42-dən sonra 25 gəlib. 42-dən 25-i necə ala bilərik? 10, 7-ni çıxmaqla. Daha sonra isə nə edərik? 25-dən 53 almaq üçün 28 vahid artır. Burada heç bir qalın uyğunluq olmadı. İndi gəlin ədədləri bir-bir ötürməklə baxaq. Məsələn, necə? 14-ü götürdük. 14-dən sonra gəldi 25. 25-dən sonra gəldi 36. Ədədlərə fikir verin. 11 vahid artır. İndi 36-nın üstünə 11-i gələcək. Birinci sualımızın
Cavabı eləyəcək 47. İndi gəlin o biri ardıcıllığa baxaq. 42, 53, 64. Bu ədədlərə də fikir versəniz, 11 artır. Yəni 11 vahid artır. 64-ün üstünə 11-i gələcək, eləyəcək necə? 75. Yəni sualımızın cavabı eləyir 47, 75. E variantı. Keçəyin növbəti 106-cı sualımıza. 106-cı sualımız əvvəlki suallardan fərqlənir. Niyə? Çünki burada artıq artımlara yox, ədədləri necə alırıq, ona baxmalıyıq. Məsələn, baxın, bu 18-dən gəlin başlayaq əvvəlcə. 18-i mən necə ala bilərəm? 18 9 vur 2 şəklində yaza bilərik. 9 da 3-ün kvadratıdır. Yəni 3-ü kvadrata yüksəldir. Eləyir 9. 9-u da vurur 2-yə, eləyir 18. Məsələn, 48-i necə ala bilərik? 3-ün kvadratını yazdım, 18-dən nədən istifadə elədim? 3-ün kvadratından. İndi 48-i yazmaq üçün 4-ün kvadratından istifadə eləyəcəm. 4-ün kvadratı eləyir 16. 16-nı nəyə vursaq 48 alarıq? 3-ə. Fikir verin, əvvəlcə 3-ün kvadratı idi, sonra oldu 4-ün kvadratı. İndi olacaq 5-in kvadratı. 5-in kvadratı nə eləyir? 25. 25-i nəyə vursaq 100 eləyər? 4-ə. İndi gəlin əvvəlki ədədlərə baxaq. Baxın, 3-ün kvadratı, 4-ün kvadratı, 5-in kvadratı. 3-dən əvvəl yazacağım 2-nin kvadratı. 2-nin kvadratı nə eləyir? 4. 4-ü 1-ə vuranda eləyəcək 4. İndi 2-nin kvadratını yazdıq. 2-dən əvvəl nə gələcək? 1. 1-in kvadratı 1 eləyəcək. Amma 1-i nəyə vursaq 0 eləyər? 0-a. Deməli, 1-in kvadratı, 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün, 5-in kvadratı. İndi ən sonda 6-nı kvadrata yüksəldəcəm. Eləyəcək 36. Hasillərə baxın. İkinci vuruqlara fikir verin. 0, 1. Sonra gəldi 2. Sonra gəldi 3. Sonra gəldi 4. 4-dən sonra nə gələcək? 5. Yəni 6-nı kvadrata yüksəldəcəm. Eləyəcək 36. 36-nı da vuracam 5-ə. 36-nı 5-ə vuranda nə eləyəcək? 180. Cavabımız eləyir D variantı. Bu sual biraz çətin tipli sualdır. Digərlərindən fərqlənir. Sonra keçən 107-ci sualımıza. 107-ci sualımızda siz burada bəzi ədədlər var ki, bu ədədləri görən kimi sizə tanış gəlməlidir. Məsələn, 64 8-in kvadratıdır. 49 7-nin kvadratıdır. Gəlin üzərində qeyd eləyək. Sonra 36 6-nın kvadratıdır. 25 5-in kvadratıdır. Fikir verin. 8-in kvadratı, 7-nin kvadratı. Daha sonra yazdıq 6-nın kvadratını. 2 dənə ədəd ötürdük. Yazdıq 5-in kvadratını. İndi 2 dənə ədəd ötürürük. Bir azalır. 8, 7, 6, 5. 5-dən sonra 1-i çıxıram. Yəni 5-dən 1-i çıxıram 4. 4-ün kvadratını yazacağam bura. 4-ün kvadratı nə eləyir? 16. Deməli, 3-cü ədədimiz 16 olmalıdır. D variantını, E variantını sildik. İndi gəlin o bir ədədlərə baxaq. 4. 2 dənə ədəd ötürdük. 9. 2 dənə ədəd ötürdük. 16. Fikir versəniz, bunlar da hər hansısa bir ədədlərin kvadratıdır. 4 2-nin kvadratıdır. 9 3-ün kvadratıdır. 16 4-ün kvadratıdır. İndi 2 dənə ədədi ötürürük. 4-dən sonra nə gəlir? 5. Yəni biz bura 5-in kvadratını, yəni 25 yazmalıyıq. Deməli, bizim birinci ədədimiz olmalıdır 25. B variantında sildik. İndi qaldı bizim 3-cü ardıcıllığımız. 14, 28, 2 dənə ədədi ötürdük, 42. Bu ədədlərdə 14 vahid artır. İndi 42-nin üstünə də 14-ü gələcək, eləyəcək 56. Yəni bizim ikinci ədədimiz olmalıdır 56. Sualımızın cavabı elədir 25, 56, bir də 16. Yəni C variantı. Keçən 108-ci sualımıza. 108-ci sualımızda da artımları da qeyd eləsəz, burada heç bir qanuna uyğunluq görməyəsiniz. Onda gəlin verilən ədədlərə rəqəmlər kimi baxaq. Ya cəmləyək, ya fərqini tapaq, ya hasilini tapaq. Hasilini tapsaz da ödəməyəcək, cəmləsəz də ödəməyəcək, fərqini tapsaz da ödəməyəcək. Burada qarışıqdır. Həm verilən ədədin rəqəmlərinin fərqini tapır,
həm də cəmini. Məsələn, nə edir? Baxın, 90-ın rəqəmlərini cəmləsəz də, fərqini tapsaz da, yenə 9 eləyir. Ona görə 90-ı hələ saxlayıram. Burada hələ ki biz bilmirik, fərqini tapır, yoxsa cəmini tapır. Yəni toplasaq da, çıxsaq da 9 eləyəcək. 9-dan sonra azaltsaq 8 gələcək. Mən 71-dən 8-i necə ala bilərəm? 7 ilə 1-in rəqəmlərini cəmləməklə. İndi 9 gəldi, 8 gəldi, daha sonra 7 gəlməlidir. 81-dən 7-ni necə ala bilərəm? Rəqəmlərini bir-birindən çıxmaqla. Fikir verin, deməli burada bir dəfə rəqəmlərini cəmləyir, bir dəfə çıxır. Deməli 90-da nə etməlidir? Rəqəmlərini çıxmalıdır. Daha sonra çıxdı, 71-də rəqəmlərini topladı, 81-də çıxdı. İndi 42-də toplayacaq, 72-də çıxacaq, 31-də toplayacaq, 52-də çıxacaq, 20-də toplayacaq və ən sonda da çıxacaq. İndi tapaq. 42-nin rəqəmlərinin cəmi eləyir 6. 72-nin rəqəmlərinin fərqi eləyir 5. Yəni 7-dən 2-ni çıxdıq, elədi 5. 31-in rəqəmlərinin cəmi elədi 4. 52-nin rəqəmlərinin cəmi fərqi elədi 3. 20-nin rəqəmlərinin cəmi elədi 2. Fikir verin, ardıcıl formada bir-bir azalır. İndi biz sualın yerinə elə bir ədəd yazmalıyıq ki, rəqəmlərini bir-birindən çıxanda 1 eləsin. A variantında 3-dən 4-ü çıxanda -1 eləyir. Amma B variantına fikir verin, 4-dən 3-ü çıxanda 1 eləyəcək. C variantında 1-dən 1-i çıxanda 0 eləyir. D variantında 1-dən 2-ni çıxanda -1 eləyir. E variantında da 2-dən 6-nı çıxanda -4 eləyəcək. Cavab eləyir B variantı. İndi baxırıq 109-cu sualımıza. 109-cu sualda da verilən ədədin rəqəmlərinin tərsinə baxırsınız. Məsələn, 18 tərsi nədir? 81. 46 tərsi nədir? 64. 94 tərsi nədir? 49. 63 tərsi nədir? 36. 52-nin tərsi 25. 61-in tərsi 16. Fikir verin, hansısa bir ədədin kvadratlarıdır. 81 9-un kvadratıdır, 64 8-in kvadratıdır, 49 7-nin kvadratıdır, 36 6-nın kvadratıdır, 25 5-in, 16 isə 4-ün kvadratıdır. Yəni bir vahid azalır. Ən sonda biz 3-ü kvadrata yüksəltməliyik. 3-ün kvadratı eləyir 9. 9 da bir rəqəmli ədəd olduğuna görə 9-un elə tərsi eləyəcək 9. Yəni cavabımız eləyir A variantı. İndi baxaq 110-cu sualımıza. 110-cu sualda da gəlin ardıcıl formada baxaq. Yəni 68-dən sonra 48 gəlir. Neçə vahid azaldı? 20 vahid. Daha sonra 48-dən sonra 24 gəldi. 24-ü necə ala bilərik? Ya 24-ü çıxmaqla ala bilərik, ya da 2-yə bölməklə. Amma çıx 24 buralarda heç birində ödəməyəcək. Ona görə biz 48-i 2-yə bölürük, bura yazırıq 24. Daha sonra isə 24-dən biz 40-ı necə ala bilərik? Üstünə 16-nı gəlməklə. 40-dan 20-ni necə ala bilərik? Baxın, tapdığımız qanuna uyğunluq təkrar olunmalıdır. Çıx 20 böl 2 üstəgəl 16. Normalda biz 40-ı 2-yə böləndə də 20 alırıq. Amma ardıcıl formada təkrar olunmalıdır. İndi 40-dan 20-ni çıxaram. Yazaram 20. 20-ni bölərəm 2-yə eləyər 10. 10 üstünə 16-nı gələrəm eləyər 26. Daha sonra 26-dan 20-ni çıxaram eləyər 6. 6-nı bölərəm 2-yə eləyər 3. İndi böl 2-dən sonra nə gəlməlidir? Üstəgəl 16. Yəni 3-ün üstünə 16-nı gələrəm eləyər 19. Üstəgəl 16-dan sonra isə çıx 20 gəlir. 19-dan da 20-ni çıxanda eləyəcək -1. Cavab da eləyir 19 və -1. Yəni A variantı. Keçən 111-ci sualımıza. 111-ci sualda onluq kəsirlər də var. Qorxmayın, onluq kəsir olması sizi qorxutmasın. Burada biz azalmaları yaza bilərik. 100-dən sonra 97,25 gəlir. 100-dən 97,25-i çıxsaq, eləyəcək 2,75. Sonra isə 97,25-dən sonra 91,75 gəlir. Neçə vahid azalıb? 5,5 vahid azalıb.
Daha sonra isə 91,75-dən sonra 83,5 gəlib. Neçə vahid azalıb? 8,25 vahid azalıb. Həmin bu ədədlərə fikir versəniz, baxın, 2,75-dən sonra 5,5 gəlib. Neçə vahid artıb? 2,75 vahid artıb. Daha sonra isə 5,5-dən sonra 8,25 gəlib. Neçə vahid artıb? 2,75 vahid. Yəni biz 8,25-in üzərinə gəlirik 2,75-i. Baxaq görək növbəti ədədimiz neçə vahid azalacaq. 8,25-in üzərinə də 2,75-i gəlsək, eləyəcək 11. Deməli, növbəti ədədimiz 11 vahid azalmalıdır. Yəni, 83,5-dən çıxırıq 11-i, eləyəcək 72 yüzdə nə eləyəcək? 72,5 eləyəcək. 72,5. Yəni, D variantı eləyir. Necə tapdıq? 83,5-dən 11-i çıxdıq. Eləyəcək 72,5. D variantı. Sonra keçək 112-ci sualımıza. 112-ci sualımızda da ədədlər çoxdur. Ədədlər çox olanda burada adətən 2 ardıcıllıq olur. Ədədləri ötürməklə baxa bilərik. Məsələn, 358-dən sonra 345 gəlib. Neçə vahid azalıb? 13 vahid. Daha sonra 345-dən sonra 334 gəlib. Neçə vahid azalıb? 11 vahid. Baxan kimi görünür. 13 vahid azaldı, 11 vahid azaldı. Daha sonra 11-dən 2-ni çıxıram. Deməli, növbəti ədədimiz 9 vahid azalacaq. 9-dan 2-ni çıxıram. Deməli, növbəti ədədimiz 7 vahid azalacaq. 325-dən də 7-ni çıxanda eləyəcək 318. Deməli, birinci ədədimiz olmalıdır 318. A-nı, D-ni, E-ni sildik. Növbəti ədədlərə də fikir versəniz, həmin bu ədədlər artır. 442, sonra üzərinə 19 gəlib, eləyib 461. Sonra üzərinə 19 gəlib, eləyib 480. Sonra yenə üstünə 19 gəlib, eləyib 499. Deməli, digər ədədləri isə 19 vahid artır. Yəni 499 üstə gəl 19. Bu da eləyəcək 518. Cavabımız eləyir B variantı. Sonra keçək 113-cü sualımıza. 113-cü sualımızda da gəlin adi formada artımları, azalmaları qeyd eləyək. Sonra bu artımlar arasında qalına uyğunluğu fikirləşək. 42-dən sonra 44 gəlib. Neçə vahid artıb? 2 vahid. Daha sonra isə 44-dən sonra 40 gəlib, 4 vahid azalıb. Sonra 8 vahid artıb. Deməli, burada həm artır, həm azalır. 48-dən sonra 32 gəlib, 16 vahid azalıb. 32-dən sonra 64 gəlib, neçə vahid artıb? Fikir versəniz, 32. Ədədlərə fikir verin. 2, 4, 8, 16, 32. Ədədlərin özləri 2 dəfə artır. İndi mən 32-ni vuracam 2-yə, eləyəcək 64. Amma plus 32 yazmışdıq. Bu səfər olacaq çıx 64. Yəni biz 64-dən 64-ə çıxmalıyıq. Eləyəcək 0. Cavabı artıq tapdıq. A variantı eləyir. Gəlin növbəti ədəddə tapaq. 64-ü vuracam 2-yə. Axı dedik ki, artımlar, azalmalar 2 dəfə artır. 64-ü vuracam 2-yə, 128. Bayaq azalmışdı, indi artacaq. Yəni 0-ın üstünə 128-i gələcək, eləyəcək 128. Keçəyin 114-cü sualımıza. 114-cü sualımızda da fikir versəniz, 2 dənə sətir var. Burada sətirlər üzrə baxacağıq. Fibonacci ardıcıllığına oxşuyur. 2 ilə 7-ni cəmləyir, eləyir 9. 9-un üstünə 1-i gəlir, yazıb 10. Sonra baxın, 7 ilə 10-u cəmləyir 17. 17-nin üstünə 1-i gəlir, eləyir 18. Deməli, sualımızın cavabını tapmaq istəyiriksə, bu sual işarəsinin yerində duran ədədi tapmaq istəyiriksə, özündən əvvəl gələn 2 dənə ədədi cəmləyirik. 18,
üstəgəl 29. Və ən sonda tapdığımız cəmdən 1-i çıxırıq. Üzərinə 1-i gəlirik. Üzərinə 1-i gəlirik. 18-in üstünə 29-u gələndə eləyəcək 47. Üstünə də 1-i gəldim, elədi 48. Deməli, birinci ədədimiz 48 olmalıdır. B-ni, E-ni, C-ni sildik. İkinci sətrə fikir versəniz, burada 7-ni almaq üçün nə edir? Özündən əvvəl gələn 2 dənə ədədi yeniyə cəmləyir. Amma bu səfər 1-i çıxır. Fikir verin, 3 ilə 5-i cəmləsəm eləyəcək 8. 8-dən 1-i çıxdı, yazdı 7. 5 ilə 7-ni cəmlədi, elədi 12. 12-dən 1-i çıxdı, elədi 11. İndi ikinci sual işarəmizin yerində duran ədədi tapmaq istəyiriksə, sualdan əvvəl gələn 2 dənə ədədi cəmləyirik. 11-in üstünə 17-ni gəlirəm, eləyir 28. 1-i çıxıram. 28-dən də 1-i çıxanda eləyəcək 27. Yəni 48 və 27. Cavab eləyir D variantı. Keçək son 2 sualımıza. 115-ci sual. 115-ci sualda gəlin əvvəlcə artımları üzərində qeyd eləyək. Çünki ədədlərə fikir versəniz, ədədlər bir-birinə yaxındır. 14-ün üzərinə 2-ni gəlsək, eləyəcək 16. 16-ın üzərinə 3-ü gəlsək, eləyəcək 19. 19-un üzərinə 4-ü gəlsək, eləyəcək 23. Daha sonra isə nə eləyəcək? 23-ün üzərinə 3-ü gələcək, eləyəcək 26. 26-ın üzərinə 4-ü gələcək, eləyəcək 30. 30-un üzərinə 5-i gələcək, eləyəcək 35. Artıq ədədlərə baxanda ardıcıllığı tutmaq olur. Məsələn, əvvəlcə 2 vahid, 3 vahid, 4 vahid artdı. Daha sonra isə bu 2-ni sildi. 3 vahid, 4 vahid, 5 vahid artdı. İndi bu 3-ü siləcək. 4 vahid artacaq. 5 vahid artacaq. Sonra 6 vahid artacaq. Doğrudan da fikir verin. 44-ün üstünə 6-nı gələndə 50 eləyir. İndi bu 2-ni sildi, 3-ü sildi, 4-ü siləcək. İndi 50-nin üstünə 5-i gələcək. Eləyəcək 55. Sonra üstünə 6-nı gələcək. 55-in üstünə 6-nı gələndə elədi 61. Daha sonra 61-in üstünə də 7-ni gələcək, eləyəcək 68. Bir də qeyd edeyim. Baxın, 2-ni sildi, 3-ü sildi, 4-ü sildi. Daha sonra 4-ü siləndən sonra 4-dən sonra nə gəlir? 5. Deməli, növbəti 3 dənə ədədi tapmaq üçün həmin ədədlərin üstünə 4-ü silmişik axı. 5-i gələcək, sonra 6-nı gələcək, sonra da 7-ni. 50-nin üstünə 5 gəldik, 55 elədi. 55-in üstünə 6-nı gəldik, 61 elədi. 61-in üstünə 7-ni gəldik, 68 elədi. Sualımızın cavabı elədi B variantı. Sonra sonuncu sualımıza baxaq. Burada ədədlərə fikir versəniz, ədədlər əvvəlcə kiçikdir, daha sonra dəhşət dərəcədə böyüyür. Burada fərqli bir qanuna uyğunluq var. Əvvəlcə ədədin sayını yazır, ədədin rəqəmlərinin sayını. Sonra isə ədədin özünü yazır. Məsələn, yəni bir növ desək, ədədi özünü oxuyur. Məsələn, 8-dən neçədə nədir? 1 dənə. Yazır 1, bax 1 dənə, 1, sonra 8-in özünü yazır. Daha sonra isə 18-i oxuyur, amma bir-bir oxuyur. Soldan sağa doğru. 1-dən neçədə nədir? 1 dənə. Yazır, baxın, 1 dənə, 1. Əvvəlcə 1-in sayını yazdı, sonra 1-in özünü yazdı. Daha sonra isə 8 oxuyur. 8-dən neçədə nədir? 1 dənə. Sonra yazır 1 dənə, baxın, sayını yazdı, sonra 8-in özünü yazdı. İndi gəlin bu ədədi oxuyaq. 1-dən neçədə nədir? 3 dənə. Əvvəlcə bu 1-in sayını yazdı. Baxın, 3 dənə 1, sonra 1-in özünü yazdı. 8-dən neçə dənədir? 1 dənə. Sonra bu 8-in sayını yazdı. 1 dənə 8. Deməli, əvvəlcə ədədlərin, yəni rəqəmlərin sayını yazır, sonra rəqəmin özünü yazır. İndi gəlin cavabımızı tapaq. 1-dən neçə dənədir? 3 dənə. Yazıram 3 dənə, nə? 1. Sonra ədədin özünü yazıram. İndi keçirəm, baxın, bu 3-ə baxmağa. 3-dən neçə dənədir? 3-dən
Bir dənədir, elə deyil. Əvvəlcə sayını yazıram. 1. Sonra ədədin özünü yazıram. İndi variantlara gəlin baxaq. 31, 13. C variantını silirəm, E variantını silirəm, A variantını da silirəm. 31, 13 olmalıdır. Amma B variantında 31, 31'dir. B-ni də sildim. Artıq cavabımızı tapdıq. D variantıdır. Amma gəlin sona kimi bu sualı işləyək. İndi 3'ü yazdıq. Keçirəm baxın. Bu 1'ə. 1'dən neçə dənədir? 1 dənə. Əvvəlcə sayını yazıram. Sonra ədədin özünü. Sonra baxın. Bu 2'dən neçə dənədir? 2 dənə. Əvvəlcə sayını yazıram. 2 dənədir axı. Sonra ədədin özünü yazıram. Sonra baxın bu 1'dən neçə dənədir? 2 dənə. 2 dənədir. İndi 1'dən 2 dənədir axı. Sayını yazıram. 2. Sonra ədədin özünü yazıram. 8'dən neçə dənədir? 1 dənə. Əvvəlcə sayını, sonra ədədin özünü yazıram. Yəni ki, əvvəlcə rəqəmlərin sayını yazır. Sonra həmin rəqəmlərin özünü yazır. Cavabımız da elədir, D variantı. Bugünlük bu qədər əziz tələbələr. Növbəti 3-cü hissədə isə artıq ardıcıllığın yerdə qalan suallarını izah eləyəcəm. Sağ olun.